Bakıda və Abşeron yarımadasında aprelin 20-də axşam bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ancaq gündüz bəzi şimal və qərb rayonlarında qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, hündür dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 6-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə, şaxtadan 2 dərəcəyə də isti, gündüz 8-3 dərəcə isti olacaq.